Rusiya və Qərb dövlətləri üçün isə bugün sözün əsl mənasında böyük qarşılaşma idi. Amerika Birləşmiş Ştatlarının prezidenti Barack Obama'nın da iştirak elədiyi və Qərb liderlərinin də qatıldığı toplantıya Rusiya prezidenti Vladimir Putin də gəldi. Burada bir nüansa diqqət çəkim. Krımın Rusiya tərəfindən işğalı fonunda 70 il əvvəl Fransaya müttəfiq qoşunlarının yardıma gəlməsi böyük təntənə ilə qeyd olunur və Qərb liderlər də çıxışlarında eyhamlarından qalmırdılar. Fransaya müttəfiq qoşunlarının yeridilməsi bugün Avropanın xilası kimi dəyərləndirilir. Məhz buna görə dünyanın 17 dövlətinin başçısı Fransanın Ouistreham şəhərində çimərlikdə toplaşdı. Hansı ki bu çimərlikdə 70 il əvvəl sözün əsl mənasında qan suyuna axmışdı. İkinci Dünya müharibəsi zamanı müttəfiq qoşunlarının Normandiyaya daxil olması ilə ilk dəfə Fransa faşizm işğalından azad edilib. İşğaldan azad olunma sırf ikinci cəbhənin açılması ilə bağlıdır. Bu əməliyyat tarixə Neptun adı ilə düşüb. Müttəfiqlər birləşərək kimsəyə sir vermədən 1944-cü ilin iyulun 6-sında faşist rejiminə qarşı iri miqyaslı ilk hərbi müdaxilə ediblər. Birləşmiş Ştatlar başda olmaqla aparılan bu əməliyyatın uğurudur ki, bugün Avropa sülh və əmin-amanlıq şəraitində yaşayır. 70 il sonra bu əməliyyata iştirak edən dövlətlərin başçıları həmin limana gələrək ölən əsgərlərin xatirəsini elədilər. Maraqlıdır ki, gələnlər arasında həmin döyüşlərin iştirakçıları da var idi. Birləşmiş Ştatların prezidenti Barack Obama müharibə veteranları ilə söhbət edərək onların müşayiəti nəticəsində indi bu torpaqlarda rahat gəzə bildiklərini söylədi. Bu tədbir həm də ona görə diqqət çəkirdi ki, Ukrayna böhranından sonra ilk dəfədir Amerika və Rusiya prezidentləri bir araya gəliblər. Amma Barack Obama dünəndən elan etmişdi ki, mən Vladimir Putinlə görüşməyəcəm. Mərasimi ev sahibliyi edən Fransa prezidenti François Hollande isə bugün rəsmən iki lider arasında qaldı. Ev sahibi kimi hər iki qonağına səmimiyyət göstərməli olan Hollande məcbur olub Obamanı ayrı, Putin isə ayrı qəbul edir.